Hər kəsə salam. Bugün biosfer bölməsinə başlayırıq və burada bir neçə mövzunun izahını verəcəm. İlk olaraq başlayaq canlı aləmin müxtəlifliyi mövzusundan. Ümumiyyətlə, yer səthində canlıların yaşadığı təbəqəyə biosfer deyilir. Biosfer yer səthinin ən cavan xarici təbəqəsidir və o bir neçə təbəqəni əhatə edir. Bütünlükdə hidrosferi, 3-4 kilometr dərinliyə qədər litosfer qatını və 20-25 kilometr hündürlüyə qədər atmosferi əhatə edir. Ümumilikdə biosferin qalınlığı isə təxmini 34-36 kilometrdir. Dedik ki, yerin canlılar yaşayan təbəqəsinə biosfer deyilir. Beləliklə deyə bilərik ki, biosferə bitkilər, heyvanlar, mikroorqanizmlər və insanlar daxildir. Yəni canlı aləm müxtəlifdir. Həmçinin də bitki və heyvanlar, yəni üzvü aləmi təxminən 2,5 milyon növünə rast gəlinir yer kürəsində və ümumiyyətlə yer kürəsində növ tərkibinə görə heyvanlar daha zəngindir, üzvü kütlənin miqdarına görə isə bitkilər üstündür. Amma okeanda və quruda bu fərqlənir. Çünki quruda canlı aləmin 92%-ni bitkilər, okeanlarda isə 94%-ni heyvan və mikroorqanizmlər təşkil edir. Bitki və heyvanların yaşaması üçün su, günəş enerjisi, qida maddələri və əlverişli iqlim şəraiti lazımdır. Ümumiyyətlə biosferdə həyat daimi inkişaf edir və bu inkişafın əsas səbəbi günəş enerjisidir. Günəş enerjisi və günəş istiliyi bitkilərin, heyvanların və mikroorqanizmlərin bir-biri ilə eyni zamanda yerin digər təbəqələri ilə əlaqəsini təmin edir. Məsələn, yırtıcı heyvanlar ot yeyən heyvanlarla qidalanır, ot yeyən heyvanlar isə bitkilərlə qidalanır. Bitkilər isə litosferin yuxarı məhsuldar qatı olan torpağın üzərində inkişaf edir. Onlar günəş enerjisini udur, torpağın humus qatından qidalı maddələri qəbul edir, inkişaf edir və ən sonunda məhv olur. Məhv olduqdan sonra isə həmin bitkilərin qalıqları üzvü mənşəli maddələrə çevrilir. Bunlar isə torpaq örtüyünün yaranmasında iştirak edir. Yəni torpaq örtüyünün yaranmasında nə iştirak elədi? Üzvü mənşəli maddələr. Deməli dedik ki, torpağın yaranmasında bitkilərin, yəni üzvü mənşəli maddələrin rolu oldu. Amma bitkilər həm də aşınma prosesinə də səbəb ola bilirlər. Bu necə baş verir? Deməli, bitkilərdən turşular ayrılır və bunlar dağ süxurlarına təsir edir. Necə təsir edir? Bitkilərin kökləri çatlara daxil olur və həmin süxurları dağıdır. Buna üzvü aşınma deyilir. Və bitki örtüyü hardakı zəngindir, həmin ərazilərdə üzvü aşınma sürətli gedir. Daha sonra bitkilər həm də oksigen mənbəyidir. Çünki bitkilərdə gedən fotosintez prosesi nəticəsində bitkilər oksigen qazı istehsal edir. Heyvanlar isə nəfəs aldığı zaman oksigeni udur, karbonu isə buraxır və bunun da nəticəsində atmosferdə qaz tərkibi nizamlanır. Ümumilikdə heyvanlar və bitkilər məhv olduqdan sonra torpağa qarışırlar və bütün canlılar arasındakı bu əlaqə nəticəsində biosferdə maddələr mübadiləsi baş verir. Daha sonra bir də biosenoz anlayışı var. Biosenoz nə deməkdir? Üzvü aləmin mövcud olduğu müəyyən ərazidə formalaşan, bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin qrupuna biosenoz deyilir. Biosenozun sıxlığı coğrafi enliklərdən və hündürlüklərdən asılı olaraq dəyişir. Ekvatorial, subekvatorial enliklərdə biosenozun sıxlığı çoxdur. Səhra, yarımsəhra və qütbətrafı ərazilərdə isə az olur. Okeanlarda da dərinliyə doğru canlı aləm dəyişir. Deməli, okean sularında sərbəst hərəkət edən fəal heyvanlara nektonlar deyilir. Bunlara balıq, balina, tısbağa kimi dəniz heyvanlarına aid edə bilərik. Daha sonra bentoslar var. Bentoslar okean və dənizlərin dib hissəsində yaşayan dəniz canlılarıdır. Bunlara mərcan, xərçəngkimlər və mollyusklara aid edə bilərik. Və suyun üst qatında çoxlu sayda kiçik, hərəkətsiz canlılar isə planktonlar adlanır. Planktonlar nektonlar üçün əsas qida mənbəyi hesab olunur. Yer səthində ilk canlılar 3,5 milyard il bundan əvvəl Dünya okeanında yaranmışdı. İndi gəlin görək eralar üzrə hansı bitki və heyvanlar yaranıb. Arxey və proterozey eralarında ilkin bakteriyalar və su yosunları yaranıb. Alt paleozoyda dənizdə yosunlar və onurğasızlar
sürətlə inkişaf eləmişdi. Quruda isə ilk bitkilər yaranmışdı və okeanları balıqlar fəth eləmişdi. Üst paleozoyda bitki aləmində qıcıkimlər və aydöşəklər zəngin idi. Heyvanlar aləmində isə balıqlar daha zəngin olmuşdu. Sonradan isə ilk suda quruda yaşayan və sürünənlər əmələ gəlmişdi. Mezozoy erasında isə sürünənlər daha zəngin idi. İlk quşlar yarandı. Bitki örtüyündə isə çırpaq toxumlar geniş yayılmağa başladı. Kaynozoy erasında örtülü toxumlu bitkilərin və məməli heyvanların hökmran olduğu bir dövr idi. Bu erada İlk insan yaranmışdı, təxminən 2,5-3,5 milyon il bundan əvvəl. Daha sonra endemik növ nəyə deyilir? Yalnızca bir ərazi üçün xarakterik olan bitki və ya heyvan növünə endemik növ deyilir. Yəni, əgər bir bitki və ya heyvan ancaq bir ərazidə yayılıbsa, o zaman endemik sayılır. Məsələn, dəmir ağacını və yaxud da ördəkburnu buna misal göstərə bilərik. Şəkildə gördüyünüzdə dəmir ağacının şəklidir və Azərbaycanın ərazisində yayılıb. Bir də var relikt növ. Relikt növ isə nəyə deyilir? Müəyyən dövrdən qalan bitki və ya heyvan növünə relikt növ deyilir. Məsələn, eldaşamı buna misal ola bilər. Yenə də eldaşamı da Respublikamızın ərazisində yayılıb. Şəkildə gördüyünüzdə eldaşamının şəklidir. Onu da qeyd edeyim ki, dağ yamaclarında əgər bitkilər qırılırsa və yaxud da meşələr qırılırsa, bu həmin ərazidə yağan qobu şəbəkəsinin yaranmasına səbəb olur. Bitkilər suya olan tələbatına görə 3 qrupa ayrılır. Ksorofitlər, mezofitlər və higrofitlərə. Ksorofit bitkilər quraqlığı sevən və susuzluğa davamlı olan bitkilərdir. Bunlar əsasən səhra və yarım səhralarda yayılır. Mezofitlər orta dərəcədə suya tələbatı olan bitkilərdir. Higrofitlər isə tamamilə suda yetişən, yəni rütubətli ərazidə inkişaf edən bitkilərə deyilir. Son olaraq mikroorqanizmlərdən danışaq. Mikroorqanizmlər bir növ tullantı təmizləyəndə sayılırlar və onlar yalnız mikroskop altında görünürlər. Bəs nəyə görə onlar tullantı təmizləyən sayılır? Çünki mikroorqanizmlər əsasən məhv olmuş bitki və heyvan qalıqlarını parçalamaqla fəaliyyət göstərirlər. Yəni üzvü maddələrdən qeyri-üzvü maddələr yaradırlar.